Rusiyada Iosif Stalinə qarşı sitayişlər yenidən baş qaldırır. Siyasi ekspert Elşad Həsənov bunu Today Press TV-yə açıqlamasında deyib. O bildirib ki, Rusiyada Iosif Stalinin kultu qalxır. Stat: Əhali onun dövründə SSR-nin böyük gücə və nüfuza sahib olduğunu deyirlər. Rusiya prezidenti Vladimir Putin də hardasa Stalinin yolu ilə getmək, Rusiyanı gücləndirmək, SSR-ni bərpa etmək istəyir. Ona görə də artıq Rusiyanın müxtəlif şəhərlərində Stalinə heykəllər qoyulur, barelyeflər ucaldılır. Qələbənin 80 illiyi ərəfəsində isə Volqaqrad şəhərinin hava limanına Stalinin adının verilməsi haqqında müharibə iştirakçılarının xahişi Putinə çatdırıldı. O da buna razılıq verdi. İndi də Moskva metrosunun Taganskaya stansiyasında barelyefinin açılışı oldu. Rusiyanın digər şəhərlərində də Stalinə sitayişlər yenidən baş qaldırır. Bu, Rusiyanın demokratiyadan uzaqlaşdığını göstərir. Statın sonu. Analitikə görə Putin də SSR-ni qaytarıb digər respublikaları yenidən birləşdirmək istəyir. Stat: Rusiya Ukraynada buna nail ola bilmədi. Əgər Putin hakimiyyətdə qalsa və müharibədə qələbə çalsa, digər respublikaları da özünə birləşdirməyə çalışacaq. Ona görə də bu keçmiş SSR xalqına mesajdır. Putinin planlarını Avropa və ABŞ da bilir. Təəssüf ki, ABŞ-da Donald Trump hakimiyyətə gələndən sonra Putin daha da dirçəlməyə başlayıb özünü daha aqressiv aparır. Ukrayna münaqişəsi ilə bağlı danışıqlara getmir. Trumpla danışıqlar aparsa da heç bir aylıq atəşkəs də qəbul etmir. Görünən odur ki, o öz fikrindən daşınmaq niyyətində deyil. Ancaq hesab edirəm ki, həm Avropa liderlərinin, həm Amerikanın ciddi təzyiqi ilə o sülhə getməlidir. Getməsə müharibə daha da alovlana bilər. Statın sonu. Qeyd edək ki, Moskva metrosunun Taganskaya stansiyasında Iosif Stalinin təsvir olunduğu yenidən yaradılmış barelyefin açılışı olub. Bu barelyefin açılışının ideoloji jest olduğu ortaya çıxıb. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.